Lənkəran rayonunun bir neçə kənd və qəsəbəsində yanğın hadisəsi baş verib. Belə ki, Mis və Şürük kəndləri, Limon şəhəri, eləcə də Nərimanabad bir qəsəbəsində quru ot, yonca, kolkoz və quru ağaclar yanıb. Ən böyük yanğın Nərimanabad bir qəsəbəsində qeydə alınıb. Bu da alovun təxminən 30-50 hektar ərazini əhatə etdiyi bildirilir. Yanğının bir istiqamətdə yaşayış evlərinə doğru irəlilədiyi qeyd olunur. Hadisə yerinə Lənkəran rayon Dövlət Yanğından Mühafizə hissəsinin də 102 nömrəli yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Həmçinin Masallı rayonundan texnika və canlı qüvvə əraziyə cəlb edilib. Ümumilikdə bugün Lənkəran rayonunun 6-7 ərazisində yanğın hadisəsinin baş verdiyi bildirilir. Yanğınların isti də küləkli hava şəraiti ilə əlaqədar baş verdiyi ehtimal olunur.